Milli Məclisin üzvü Cavanşir Feyziyev ilə danışacağıq. Cavanşir bəy, hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Hoş gördük. Cavanşir bəy, elə Cenevre Təhlükəsizlik Siyasəti Mərkəzinin açıqlamasını, məqaləsini təqdim etdik. Orada dəstəkdən danışılır. Bugün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi paraflanıb, sülh müqaviləsinin imzalanması 2026-cı ildə reallaşa bilər deyirik. Və Amerika Birləşmiş Ştatları birbaşa bu prosesdə iştirak edir. Brüsselin hansısa bir formada iştirakına ehtiyac varmı? Hətta dediyimiz kimi o mexanizmlərin qurulması baxımından danışsaq. Şübhəsiz, həmin məqalədə şərh olunan fikirlər məhz Avropa Birliyinin hansı şəkildə Trump marşrutunda iştirak edə biləcəyini araşdırır. Və bu araşdırma kifayət qədər obyektivdir. Çünki Avropa İttifaqı çərçivəsində mütərəqqi iqtisadi mexanizmlərin tətbiqi göz qabağındadır. Yəni bunu heç kimin inkar edə bilməz. Və Trump marşrutunun xüsusən Şərqlə Qərb arasında və Avropa ilə Uzaq Şərq arasında orta dəhlizin bir hissəsi olduğunu nəzərə alsaq, şübhəsiz ki, Avropa Birliyinin təcrübəsindən də bu tranzit marşrutlarının fəaliyyətinin təşkil olunmasında istifadə oluna bilər. Bu bir analitik məqalədir. Burada Avropa Birliyinin mövqeyi və fikri yer almır. Sadəcə şərhçilərin, təhlilçilərin analizidir. Amma layihə özü Amerika Birləşmiş Ştatları tərəfindən irəli sürüldüyünə görə əlbəttə hələlik ilkin mərhələdə Amerika şirkətləri bu işlə məşğuldular və onlar Ermənistan hökuməti ilə Trump marşrutunun plan layihəsini hazırlayırlar. Gələcək mərhələlərdə sözsüz bu yolun tikilməsi, körpülərin tikilməsi, yolların açılması işin hamısı demək deyil. Şübhəsiz buradan keçəcək beynəlxalq daşımaların həcmi və onların beynəlxalq standartlara uyğun şəkildə idarə olunması texnoloji know-how tələb edir. Və bu texnoloji know-how iki yerdən gələ bilər. Amerikadan və Avropa Birliyindən. Amerika şirkətlərinin, xüsusilə Amerika administrasiyasının Avropa Birliyini hansı dərəcədə və hansı səviyyədə bu layihədə iştiraka buraxacağı hələlik məlum deyil. Bu, şübhəsiz ki, Avropa Birliyinin istəyi ilə məsələ bitmir. Burada Amerika Birləşmiş Ştatlarının marşrutun əsas təşəbbüsçüsü və əsas maliyyətçisi kimi həm də rol alması Avropa Birliyinin iştirakını Amerikadan asılı vəziyyətə gətirir. Amma istənilən halda bu cür layihələr, beynəlxalq əhəmiyyət kəsb edən layihələr və beynəlxalq institutlar tərəfindən də həm maliyyə dəstəyi göstərilə bilir, həm texniki, texnoloji dəstək göstərilə bilir və burada bu təbii bir proses olaraq baş tuta bilər. Cavanşir bəy, biz Avropa İttifaqı və Azərbaycan əlaqələrinin daha yaxşılığa doğru getdiyini son zamanlarda izləyə bilirik və sizin də dediyiniz kimi Amerika Birləşmiş Ştatları bu məsələdə Avropa İttifaqını kənarda saxlamaq istəməsə, Azərbaycan da böyük ehtimalla buna etiraz etməz yəni. Amma düyün nöqtəsi var münasibətlərdə. Bu da Avropa İttifaqının Ermənistana daha çox dəstək göstərməsi, Avropa İttifaqı müşahidə missiyasının hələ də Ermənistanda mövcudluğu və Azərbaycanla Ermənistan münasibətlərinin düzəldiyi bir vaxtda Ermənistanla sənədlərə imza atılması, orada Azərbaycanın maraqlarına uyğun olmayan detalların yer alması. Xüsusilə də bu məsələdən istəyərdim danışaq. Avropa İttifaqı Azərbaycan əlaqələri enerji baxımdan inkişaf edir. Siyasi aspektdən kifayət qədər irəliləyişi var, amma bu düyün nöqtələrinin açılması üçün 2026-cı ildə fürsət olacaqmı və yaxud da deyək ki, qarşı tərəfdən bir istək? Bu düyün nöqtələri 30 il davam edən münaqişə dövründən mövcuddur və bu günə qədər davam edir. Və elə həmin məqalədə göstərilir ki, məsələn, Avropa Birliyi həm də ərazidə minalardan təmizləmə işlərinə maliyyə yardımı göstərə bilər, texniki yardım göstərə bilər və s. Əslində, Avropa Birliyinin indi etmək istədiyini 30 il ərzində Azərbaycan hər zaman Avropa Birliyindən gözləyib. Yəni, bu Azərbaycanın gözləntiləri sırasında olub ki, Avropa Birliyi Ermənistan-Azərbaycan münaqişəsinə obyektiv yanaşsın, hər iki ölkəyə
eyni şəkildə bitərəf olaraq, yəni obyektiv münasibət göstərsin, amma təəssüf ki, bu baş verməyib. Məsələ Avropanın bugün mövqeyinin dəyişməsi Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlarla bağlıdır. Yəni Avropa bugün əgər Azərbaycana münasibətdə öz siyasətini dəyişirsə, müsbət istiqamətdə dəyişirsə, bu Azərbaycanın Qarabağ məsələsini öz bildiyi şəkildə və beynəlxalq normalara uyğun şəkildə həll etməsinin nəticəsidir. Çünki Avropa Birliyi gördü ki, nə qədər bu münaqişəni dondurulmuş vəziyyətdə uzatmağa çalışsa da Azərbaycan buna imkan vermədi və Azərbaycan əslində status quo-nu dəyişdi. Və yeni status quo ilə barışmamaq imkanı yoxdur Avropa Birliyinin. Və ona görə də düşünürəm ki, bugündən sonraki əlaqələrimizdə, Avropa İttifaqı Azərbaycan əlaqələrində Azərbaycanın 30 il ərzindəki gözləntiləri addım-addım həyata keçəcək və Avropa Birliyi həm Azərbaycana, həm Ermənistana qarşı münasibətdə daha obyektiv olmağa çalışacaq. Çünki bu olmadığı təqdirdə artıq Avropa Birliyi bunun təcrübəsini yaşadı ki, bu hadisələrdən kənarda qala bilər. Məsələn, necə Azərbaycan özü problemi həll edərək Avropa Birliyini, onun yaratdığı Minsk qrupunu kənarda saxladı və onun ləğvinə nail oldu və gələcək inkişaf mərhələlərində də Avropa Birliyi əgər bu yaxın keçmişdən dərs çıxararaq Azərbaycanla münasibətlərini daha obyektiv şəkildə qursa, şübhəsiz ki, Avropa İttifaqının da regiondakı maraqları təmin olunacaq Azərbaycan tərəfindən. Azərbaycan ümumiyyətlə bütün güc mərkəzlərinə qarşı eyni məsafədə dayanmağı və hamısı ilə qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğunu dəfələrlə bəyan edib. Lakin biz qarşılıqlı münasibətlər sistemində görürük ki, bu həmişə ədalətli olmur əks tərəfdən. Biz bərabər hüquqlu əməkdaşlığa üstünlük veririk, onlar isə diktə eləməyə üstünlük verirlər. Və bütün bu halları Azərbaycan tədricən öz apardığı siyasətlə aradan qaldırır. Və ona görə də düşünürəm ki, Avropa Birliyinin yaxın gələcəkdə Azərbaycana münasibətdə yürütdüyü siyasət daha optimal və daha obyektiv olacaq. Cavanşir bəy, yeni bir xəbər var. Həmin o məlumatı tamaşaçılarımızdan bölüşüm. Daha sonra sizinlə müzakirəmizi davam etdirəcəyik. İranın Xarici İşlər Naziri Abbas Arakçı bu ölkənin Bakıdakı səfiri Müçtəba Dəmirçili ilə görüşündə Azərbaycanla münasibətlərin perspektivi barədə danışıb. İranın Xarici Siyasət İdarəsinin rəhbərinin Telegram kanalında buna dair informasiya yer alıb və bildirib ki, xüsusilə də Abbas Arakçını iki tərəfli münasibətlərin son vəziyyəti barədə səfir məlumatlandırıb. İran Xarici İşlər Nazirliyinin rəhbəri, yəni nazir, yaxşı qonşuluq siyasətinin daha təsirli şəkildə irəliləməsi üçün Azərbaycanla iqtisadi, tranzit, siyasi, mədəni və humanitar sahələrdə münasibətlərin davamlı şəkildə gücləndirilməsi və genişləndirilməsi zərurətini də vurğulayıb. Cavanşir bəy, İran və Azərbaycan əlaqələrindən də istəyərdim ki, danışaq. Biz elə Zəngəzur dəhlizindən söz açdıq və bu, deyək ki, layihənin başlanğıcından etibarən ən çox etiraz edən İran tərəfi idi. Qırmızı xətti adlandırırdı. Dəfələrlə studiyada da danışmışıq ki, İranın qırmızı xətti olduğu halda Azərbaycan-İran münasibətləri Zəngəzur dəhlizinin açılmasından sonra necə irəliyəcək? İndi İran susqundur, danışmır bu məsələ ətrafında, reallıqlar qəbul edib, Azərbaycanla da əlaqələrinə xüsusi önəm verdiyini deyir, amma indi də İran daxilində vəziyyət gərginləşib, etirazlar baş qaldırıb. İran-Azərbaycan əlaqələrini bu perspektivdə, yəni bu kontekstdə biz necə dəyərləndirməliyik? Amerika Birləşmiş Ştatlarının İranı sərt hədəf aldığı bir zamanda. İran ümumiyyətlə bölgə ölkələrinə qarşı nə qədər aqressiv siyasət aparsa da, son bir il ərzində baş verən hadisələr onu göstərir ki, İran xarici təzyiqlərə qarşı kifayət qədər kövrəkdir. Yəni, o heç də özünün təqdim etdiyi gücə, nə iqtisadi gücə, nə hərbi gücə malik deyil. Amma buna baxmayaraq, yaxın şərq ölkələrində, bir sıra ərəb ölkələrində xüsusilə də pozuculuq fəaliyyəti ilə hər zaman məşğul olurdu. Və İsrail-İran 12 günlük müharibəsi bu fəaliyyətləri qismən məhdudlaşdırdı. Və İranda baş verən hadisələr də təbiidir. Çünki 40-50 ilə yaxın artıq müddət ərzində sanksiyalar altında qalan bir ölkədə şübhəsiz ki, iqtisadi tənəzzül
zaman zaman daha ağır duruma gətirib çıxarır ölkədə sosial həyatı və bu növbəti dəfə İranda baş qaldırmış bu hərəkat rejimi daha çox güzəştlərə getməyə məcbur edəcək. Ən azından rejimi dəyişmə iqtidarında olmasa belə, ən azından daha çox güzəştlərə getməyə məcbur edəcək. İranda baş verən hər bir hadisə bizim üçün maraqlıdır. İlk növbədə ona görə ki, İran bölgəmizin həm ərazi cəhətdən, həm potensial cəhətdən böyük ölkələrindən biridir. Digər bir məsələ orada bizim 40 milyona yaxın soydaşlarımızın yaşamasıdır və İran rejiminin yürütdüyü siyasət, İran ümumiyyətlə çox millətli dövlətdir, amma teokratik rejim hakimiyyəti ələ aldıqdan sonra İranda baş verənlər dünyanın qəbul etdiyi universal insan haqlarına ziddir. Və bu baxımdan belə bir şəraitdə ölkənin inkişaf etmək, nə iqtisadi cəhətdən, sosial baxımdan inkişaf etmək imkanları yoxdur və bu imkansızlıq da vaxtaşırı bu cür hadisələr ortaya çıxarır. O ki, qaldı İranın Zəngəzur dəhlizinə münasibətdə mövqeyi, düşünürəm ki, bu mövqe artıq kifayət qədər dəyişilib və sadəcə İranın da Avropa Birliyi və Rusiya kimi buna başqa cür münasibət göstərmək imkanı yoxdur. Əlbəttə, İran da Rusiya kimi və ya Avropa Birliyi kimi bilsəydilər ki, hansısa bir imkan var, yenə də Azərbaycanı və Ermənistanı təzyiq altında saxlamaq, onu saxlayardılar, edərdilər. Amma bugünkü mövcud reallıq buna imkan yaratmır və ona görə də İranın Azərbaycanın Ermənistanla sərhədlərinin açılması, birbaşa iqtisadi, diplomatik əlaqələrin yaranmasını dəstəkləməkdən başqa yolu yoxdur. Eyni zamanda İranın özü ilə Azərbaycan arasında münasibətlərin yumşalması üçün İran hakimiyyəti çox addımlar atmalıdır və artıq bu siyasi hakimiyyət səviyyəsində Niyə bugün Cavanşir bəy anlaşılır. İrana lazımdır? Çox üzr istəyirəm sözünüzü kəsdiyimə görə. Niyə görə bugün İrana bu çox lazımdır? Xüsusilə də İranın təklənməsi həyata keçirilir. Bu vaxta qədər də bu siyasət yürüdülürdü, amma biz elə Venezuela prezidenti Nicolas Maduro'nun başına gətirilənlərdən sonra İranın indi bu təhlükəni daha yaxında hiss etdiyini də anlaya bilirik. Bu o qədər də çətin bir proses deyil. İran bugün Azərbaycanla, eləcə də digər ölkələrlə münasibətlərini həm də bu kontekstdə mi yaxşılaşdırmalıdır? Şübhəsiz elə bu günlərdə Amerika prezidenti Donald Trump İrandakı hərəkatı dəstəkləyərək bildirmişdi ki, əgər İrandakı rejim əhaliyə qarşı repressiv metodlarını gücləndirərsə, Amerika hökuməti İran xalqına kömək etməyə, yardım etməyə gələ bilər. Və bu bəyanatın fonunda İranın əlbəttə həm bölgə dövlətləri ilə, həm də ümumiyyətlə beynəlxalq arenada daha yumşaq ritorika ilə danışmağı başa düşüləndir. Amma istənilən halda rejim hakimiyyətdən əl çəkmək istəmir və bu rejimin hakimiyyətdə qalması vaxtaşırı bu cür problemləri yenə də meydana çıxaracaq. Bu gün olmasa belə, bu hərəkat, bu izdiham yatdırılsa belə, Amerika Birləşmiş Ştatları və Avropa Birliyi tərəfindən İran üzərinə qoyulan sanksiyalar aradan qalxmayana qədər İranda sosial inkişaf, iqtisadi inkişaf baş tutmayacaq, baş verməyəcək və bu illərlə, 10 illərlə iqtisadi tənəzzülə gətirib çıxaracaq. Ona görə də İran hakimiyyəti artıq əlinin hər yerdən üzüldüyü bir zamanda başa düşür ki, o beynəlxalq təzyiqə qarşı çox kövrəkdir və hətta İsrail kimi kiçik bir dövlət İranı 12 gün ərzində məğlub edə bilirsə, o zaman Amerika Birləşmiş Ştatları üçün İranda hər hansı bir əməliyyatı aparmaq Venezueladakı apardığı əməliyyatdan heç də fərqlənməyə bilər. Yəni bir neçə saat ərzində İranda rejim dəyişikliyinə nail ola bilərlər beynəlxalq birlik. Və düşünürəm ki, İran siyasi hakimiyyəti bunu artıq anlayır və ona görə də biraz öz iddialarından sanki geri çəkilən kimi görünməkdədir. Cavanşir bəy, təşəkkürümüzü bildiririk sizə, minnətdarıq studiyamıza gəldiyiniz üçün. Bəli, dəyərli izləyicilərimiz, biz Azərbaycan-Ermənistan münasibətlərindən danışdıq, eləcə də İran-Azərbaycan əlaqələrinə toxunaraq ümumilikdə regiondakı mənzərəni şərh eləməyə cəhd göstərdik.